Axşamlar xeyir əziz izləyicilərimiz, günümüz xeyirli uğurlu olsun. Bugün aprel ayının 3-üdür, may ayının 3-üdür, 2026-cı ildir. Hər vaxtınız xeyir olsun. Bərdə şəhərindəyik. Bakıdan dəyərli ağsaqqalımız göndərdik. Ərzaq apardıq. Az-Səməd ilə təqdim elədik Bərdədə. Ofisel deyilən bina var, orada yaşayırlar. Oradan da gəldik bizim dəyərli ləmbərandımız Əli dayı ilə. Əli dayı bizim kəndimizin dəyərli oğlu, bizim qardaşımız. Ələmli Qarsanlığının təmizliğini təmin edən Möhlət əminin qardaşıdır. Möhlət əmi ilə Qaruz qardaş Ələmli Qarsanlığını cənnət məkan vəziyyətdə saxlayırlar. Bunu bütün Ləmbərand cəmaatı bilir. Səlim əmi Daşarbaş Qarsanlığı. Biz də mən kanal rəhbəri olaraq bir Ləmbəranda kimi gəldim ki, hər iki cəmiyyətdə iştirak edən bütün xeyriyyəçilər adından, bütün qardaşlar adından 15.000 ailesi olan Ləmbərand cəmaatı adından burada iştirak edək və Möhlət əmiyə, eyni zamanda Əli dayıya, həmçinin Əli dayının oğluna deyək ki, Allah Taala Əli dayıya şəfa versin. Amin, amin. Hal-hazırda Bərdə Diagnostika Mərkəzində müalicələr, indi mən özüm də baş həkimlə də danışdım, həkimlərimizlə də özüm danışdım, dostlarımız da sağ olsunlar. Rıxal həkim, Loğman həkim, cərrahlarımız hamısı sağ olsun. Biz də Ləmbərand cəmaatı adından gəldik ki, burada iştirak edək və bildirək ki, Möhlət əmini tək qoymamışıq, Möhlət əminin yanındayıq, eyni zamanda bu ailənin. Allah şəfa versin, Allah rahatlıq versin, İnşallah ki, ağsaqqal tezliklə sağ olar, öz ailəsinin, öz evlatlarının içində olar. Möhlət əmi, Allah sizə də təmkin versin. Sağ olun. Günüz işlər olub, aksiyon üstündə olub, üzr istəyirəm, günüz gələ bildik. Elə ki, gəldik, dedik ki, gələk sizə də baş çəkək. Sağ olun. Allah sizlər var eləsin, Allah şafi ismi hörmətinə şəfa nazir eləsin inşallah. Cəmiyyətində olan dəyərli insanlarımız dua edək, dua deyil müminin, dua Allah bəndəsinin zirehidir və qılıncıdır. Allah duaları qəbul etsin, Allah şəfa nazir eləsin. Minnətdarım sizə. Var olun əziz xeyriyyəçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.